Bir daha vaxtınız xeyir olsun değerli futbol severleri. 11 liqasından sizləri salamlayırıq. Çox maraqlı bir qarşılaşma. Emirates Baku ilə Enjoy United qarşılaşır. Heyətlərəsi tanış eləyək. Beləliklə, Emirates Bakuda qapıda Davud Axundzadə 5, Raul Mahmudlu 7, Əli Müseybov 8, Mehdi Sadatxanov 10, komandanın kapitanı Əli Abbas Xalıqzadədir 17, Adəm Quliyev 53, Yusuf Yazıcı 3, Xudakərim Həsənlidir 6, Ayaz Mövlayev 9, Teyub Cavadzadə 11, Camal Hüseynzadə 12, Hasan Ali Yazıcı 13, Emil Dadaşov 14, Əli Hüseyn Əhmədli 16, Raul Murtuzov da 18, Firuz Məlikli 19, Ömər İdrisov və 20, Hüseyin Mustafazadə. Komandanın baş məşqçisi Gökhan Kartaldır. Yardımcı məşqçi isə Elvin Xudatov. Bəli, bu adlar, bu məşqçilər artıq bütün ölkəyə, hətta dünya miqyasında da bəzi ölkələrə əzbər olan addır. Çünki onlar da beynəlxalq turnirlərin bir zamanlar iştirakçısı olublar. Və Enjoy United ağ geyimdədir. Emirates Baku isə ənəv olaraq qaralı, qızılı, sarılı geyimdə. Bırak sessiz. Yoldaş hakim. Ha doğrudan ya. Davut değilse. Kinotiyatra gelmişsən Davut. Böyük ihtimal Davud Axundzadə topu özü oyuna daxil etməlidir. Emirates'in hücumu başlaya bilər. Debutant olsalar da sezonun en yaxşı, birçok yaş üzrə komandalardan birinə çevrilməkdədir. Müdafiə zonasında bugün çox faydalı olacaq. Xudakərim Həsənli 3 nömrəli oyuncu start heyətdə meydandadır. Burada isə Yusuf Yazıcının irəli uzun ötürməsi ünvana çatmadı. Enjoy United'ın qalkiperi topla qalır. Yusuf Yazıcı isə artıq hər tur, son 2 turda demək olar hər maç adını qol vuran oyuncular siyasına yazdı. Və biri-birindən gözəl qollarla bunu xüsusilə qeyd etmək lazımdır. Qayda pozuntusu yoxdur. Oyun davam etdirmək olar. Emirates Baku'nun hücumu. Ötürmə sol cinatda. Həm hücum mövqeyində görürük tez-tez Xudakərim Həsənlini, həm də belə söhbət 3 nömrəli müdafiəçidən gedir. Görünür, verilən tapşırıqlara əsasən ön xəttdə də tez-tez faydalı olmağa çalışacaq bu 3 nömrəli müdafiəçi. Gökhan Kartal'ın belə tapşırıqları, maraqlı taktikaları çox olur. Bu da onlardan görünür biridir. Yan xətdən topu Emirates Baku futbolçuları top oyuna daxil edirlər. Hələ ki hesab açılmayıb. Kerim sen kal. Kerim sağa Kerim. At içeri at. Cinahla Emirates hücumu. Qarşıladılar. Şimdi təhlükəli epizod yaşana bilərdi. Müdafiəçilər imkan vermədi. Ard-arda Emirates Baku futbolçuları təzyiqi artırırlar. Ardıcıl 3-cü qələbəyə yaxınlaşır Emirates Baku. Əgər bu maçdan da təbii ki yüzü ağ çıxsa. Evet, auto Enjoy United futbolçuları yerinə yetirdi. Top Emirates'də yenidən hücum həmləsi ola bilər. Qapıya doğru zərbə də var və gol! Açıldı hesab. Açıldı hesab və artıq Emirates qələbə siqnalını verməyə başladı. Golun müəllifi kim idi? Bax, sürpriz də elə bundan ibarətdir. Mükəmməl gol və gol celebration ilə az öncə taktiki hiləgərlikdən danışırdı. Xudakərim Həsənli müdafiə zonasından hücuma qoşuldu. Gökhan Kartal'ın sevdiyim taktikalarından birini az öncə izlədik. Baş məşq postunda Gökhan Kartal'dan söhbət gedir və bir müdafiəçi hücum mövqeyində belə bir gol Xudakərim Həsənli ilə Emirates Baku 1, Enjoy United 0. Açıldı hesab. Gol celebration da çox möhtəşəm idi, gəlin etiraf edək. Enjoy hücumu və burada isə Davud Axundzadə soyuqqanlıdır. Amma zənnimcə Emirates Baku daha bir neçə dəfə bu rəqib qapısına yol tapacaq. Heç inanmıram bu maç minimal hesablı qələbə ilə bitsin. Emirates'in təzyiqləri davam edir. Həm ön xəttə, həm yarım müdafiədə tez-tez Enjoy'dan topu uğurlayırlar. İrəli uzun ötürməm. Yeniden top
Emirates futbolçularına qayıdır. Elə Pasxalıqzadə. Ötürmə Ivana çatmadı, amma yenidən Emirates futbolçuları topa yelənir. Ivans ötürmə və out Enjoy United. Onlardadır, ver onlara. Qapıya doğru daha bir zərbə. Yine təhlükəli epizod yarattı Emirates futbolçuları. Amma hesab yeni dəyişmədi. Yine elə Pasxalıqzadə idi. Qapçının ayaq sağlığını yoxlamaya çalışırdı. Daha önce isə out qərarı qeydə alınıb. Hətta gol da olsa epizod təbii ki gol kimi dəyərləndirilməyəcəkdi. Altıncı dəqiqə arkada qalır. Emirates hücumu. Ötürmə Ivana çatmadı. Goalkeeper top oyuna daxil etməlidir. Hele bak biraz arkaya. Hüseyin biraz sola sıkıntı. Hüseyin gel. Kerim sen de bak. Mövqətdə 17 nömrəli oyunçunu görürük. Qapıya doğru zərbə də var və 2-0. 2-0 olur hesab. 2-0 olur hesab. Ötürmənin müəllifi 17 nömrəli oyunçu Adem Quliyev idi. Qolun müəllifi isə Əli Pasxalıqzadə. Mükəmməl gol celebration'larda qollarını bayram etdilər. Emirates hücumu, Emirates qolu hər zaman bizə zövq verəcək. Bax bu maçda da bu zövqü alırıq. Hesab 2-0. Cəmi 7 dəqiqəyə 2 dəfə rəqib qapısına yol tapıb Emirates futbolçuları. Bu dəfə isə gün zərbəsi yerinə yetirəcəklər. Burada. Gol Alapas. Alapas elədiyimizi Ömer. Ömer. Alapas çox getmisən. Emirates futbolçuları Kerim. gün zərbəsi hazırlığını bitirdilər və indi cərimə çası daxilində cəmi 2 təqribən oyunçu var Emirates'dən. Daha bir ötürmə cəhdi. Enjoy United oyuncular uzaklaştırmaya çalışır ve mükemmel bir gol Emirates'ten. Daha bir mühteşem bir gol Emirates'ten. Bu ne güzel gol idi. Bu maçta da o meydanı golsuz terk etmedi. Yusuf Yazıcı'nın goluydu bu. Fantastik goluydu bu. Yusuf Yazıcı 3-0 edir hesabı. Emirates Baku 3, Enjoy United 0. Birbirinden 3 güzel golla Emirates hal-hazırda hesapta üstündü. 9. dəqiqəyə daxil oluruq. Çətin ki Emirates Baku bu maçı əldən verə. 3 cavabsız top Gökhan Kartal'ın məşqçiliyi ilə Emirates Baku timsalında. Baxaq daha da gol sayı artacaq mı? Heç də bu maçda özünü debutant kimi aparmır Emirates Baku. Növbəti hücum Emirates'ten. Top meydanda qalır. Qapıya doğru daha bir zərbə və top qapının üstündən keçdi. Təhlükəli hücum idi. Və maraqlıdır ki, zərbəni indirən ilk golun müəllifi Xudakərim Həsən olur. 3 nömrəli oyuncu. Az qalsın dubl edəcəkdi müdafiəçi olmasına baxmayaraq. Yenidən Emirates hücumu ola bilər. Künc zərbəsi. Tələsme. Emirates Baku küncdən zərbə yerinə yetirəcək. Tələsme. Ömer. Ayaz. Ömer işte. Bir. Udar. Davut senin eli olan. Geriyə doğru qayıdır top. Evi yok. Gel Ayaz. Bu dəfə isə Enjoy United futbolçuları künc zərbəsi yerinə yetirməlidir. Ömer gel kabağa.
11-ci dəqiqə. Maçın 5-də 1-i tam olaraq arxada qaldı. Bir desək, maçın 20%-ni tam şəkildə üstündür Emirates Baku. İndi yerdə qalan 80%-i də bu üstünlüyü qoruyub saxlamaq lazımdır və ya daha da artırmaq. Maraqlıdır, hansını icra edəcək Emirates Baku qarşıdakı dəqiqələrdə. Hələ ki, Enjoy United komandası topladı. Növbəti dəfə künc nöqtəsindən top oyuna daxil edilir. Out Emirates Baku. Davud Axundzadə. Enjoy United futbolçuları az qala topu uğurlayacaqlar. Top yenə Emirates'te qalır. Emir neye bakırsan? Yenidən Enjoy futbolçuları gah topu qazanır, gah itirir. Buna səbəbi isə Emirates'in istənilən cinahda istənilən futbolçusunun çox yüksək təzyiqlə rəqib üzərinə getməsidir. Hətta çərmə zərbəsi qazandı Əli Abbas Xalıqzadə. Təhlükəli nöqtə olmasa da hətta çərmə zərbəsini heç vermədilər. Çox maraqlı qərar. Orada faul var idi. Sadəcə avantaja buraxıb yəqin ki, hakim out'u təyin etmişdi. Standart vəziyyət təyin edilsə daha təhlükəli olardı. Açıq-aşkar faul var idi orada Əli Abbas Xalıqzadəyə qarşı. Və o nöqtədən Emirates fərqi bir qədər də artıra bilərdi. Emirates oyuncuları topladı. Qarşıladılar. 18 nömrəli oyuncu Firuz Məliklinin ötürməsi az öncə ünvana çatmadı. Amma öz mövqeyində də o da çox soyuqqanlı oyunculardan biridir. Firuz Məlikzadə. Burada isə Enjoy United futbolçuları növbəti cərmə zərbəsi yerinə yetirəcək. İki nəfərdən ibarət Emirates şanlı sətti var. Çat, bizimdir çat. Kabak oyna. Kabak oyna. Bura kabağa. Yeniden top Emirates Baku'da. Növbəti out. Enjoy United. Dəfə out'u Emirates futbolçuları yerinə yetirməlidir. Rahatdılar təbii ki, hesab onları tam şəkildə qane edir. 3 cavabsız top keçiriblər Enjoy'un qapısına. Amma Enjoy United'i də rahat buraxmaq olmaz. Elə bir maçlar az olmayıb ki, Respublika birinciliyində 3-4 top fərqlə uduzan komanda ikinci hissədə oyunu çevirib, ən az bir xallı meydandan ayrılıb və nadir də olsa bəzi oyunlarda hətta qalib də gələ bilib ilk hissənin məğlub olan tərəf. Onun üçün hesab bir qədər oyuncuları gərək çaşdırmasın. Rahatlıq o qədər verməsin. Oyuncuların qarşıdakı dəqiqələrdə yorğunluq səviyyəsinin artması məsələsi də var. Bir sözlə diqqətli olmaq lazımdır. 15-ci dəqiqə oynanır qarşılaşmada. Enjoy ilə Emirates arasında maç davam edir. Bu dəfə yan xəttdən Emirates futbolçuları top oyuna daxil etməlidir. Daha bir out. Enjoy United.
Qayda pozuntusu qeydə alındı. Cərmə zərbəsi. Emirates futbolçusu yerdə qalmışdı. Zərbəni yerinə yetirmək olar. Emirates Baku futbolçuları cərmə zərbəsi yerinə yetirir. İrəli ötürmə əla, boşda qalan top və gol! Ömer İdrisov 19 nömrəli oyuncu. O da meydanı qolsuz tərk etmədi. Emirates üstünlüyü 4 topa çatır. Ömer İdrisov fərqi 4'e yüksəldir. Enjoy United 0. Doymuram onu deməkdən. Emirates Baku 4. Hələ cəmi 17-ci dəqiqədə. Hələ ilk hissə başa çatmayıb, artıq məsələnin taleyini ilk hissədə həll etməyə yaxındır Emirates Baku. 4 cavabsız top qələbəyə maksimum yaxınlaşdırır Emirates'i. Enjoy United'ın qalkiperində qalır top. Növbəti out Emirates. Git Firuz, kenardan git. İçeri pas. Aferin Firuz. Enjoy hücumu. Hasan gel üstüne oğlum, gel üstüne. Görünür Enjoy United hücumu başlayabilmeyeceğine Emirates futbolçuları topu ele geçirir. Bu zərbə isə geridə qalındı. Top Enjoy United'ın qalkiperində. Hissənin isə tamamına cəmi 7 dəqiqədən bir qədər çox vaxt qalıb. İlk hissənin şərsiz qalibidir deyərdim. Emirates Baku. Amma qarşıda bizə həyəcan dolu ikinci hissədə gözləyir. Hər şey bu hissədə daha həyəcanlı ola bilər. Bu isə təbii ki Emirates'in bu hissədəcə daha bir top vurmağından çox asılıdır. Bəlkə də fasilə 5-0 yollansalar, Enjoy'un hər hansı bir həvəsi və ya ümidi qalmayacaq. Belə 4 top da az deyil, amma yenə də az öncə vurguladığım kimi geri dönüş etmə şansları bəzi klublarda olub. Yenidən top Emirates futbolçularında. Ötürmə ünvana çatmadı və qalkiper topu oyuna daxil edəcək. Top yere değmesin, yere değmesin. Növbəti dəfə out. Mesela o kapçı değilsin şeye, Ayaz'a. Ayaz bir de kapçı yok. Bir tane bura kelime çevirsin. Bir tane bura xəttə oyna. O bir tane ortadaki biri gelsin, üstüne gelesin, atsın qabağına. Yani bir tane o çıkarsın, bir tane kapıyı udar. Veremedi oradan iştiraf. Bir oradan iştiraf edirsiniz. 20-ci dəqiqə Emirates'in qapısına cərmə zərbəsi təyin edilib. Çox təhlükəli nöqtədir. Diqqətli olmaq lazımdır. Nəzər alsaq ki, Emirates'də qapıda Davud Axundzadədir. Bu ad bizi bir xeyli belə standart epizodlarda rahatlaşdırır. Onun çox yaxşı reaksiyaları var, bir qədər boyu da ucadır. 3 nəfərdən ibarət canı sərt qurulub Enjoy United'in cərmə zərbəsi qarşısında. Qapıya doğru zərbə və direkdən qayıtı top, təkrar epizod. Müdafiədə əla təsir başlayır Emirates. Növbəti out Emirates Baku. Ömer gel kabağa. Oyna.
Yine top Enjoy United'e geçti. Elə deyirsən, keçən səfərə gətirdin, Valla inan ki, bunların stepten hiçbir fərqi yoxdur. Stepi sadece 2 tane oyuncusu vardı. Süngeri Qarayla hepsi bunlar kimi. Yani 2 nəfər sizin hamınız sürüldü, 2 nəfər. İkisi de hamısının sürüldü bu. Alt Emirates Baku Aradan bir nəfər çıxıb bir dənə qoymur ki, top qarşılar. en təhlükəli epizodları Enjoy United'ın az öncə standartdan idi. Direkdən qayıtdı top. Oyuncuya pas verir. Onun haricində hər hansı bir 100%'lik gol imkanı demək olar ki, Enjoy United'ın olmayıb. İkisinin isə son 4 dəqiqəsi. Takan Semih, Takan Zaharov. Sık Firoz. Qarşılıq yaranır indi Enjoy cərmə meydançasında. Yenə top Enjoy futbolçularında. Ardıcıl hər iki tərəf top itkisinə yol verir. Gah Enjoy'da, gah Emirates'te top olduğunu müşahidə edirik. Oyna. Topla oynayan tərəf də elə ən çox Emirates Baku'dur. Gün zərbəsi yerinə yetirəcək Emirates. İlk hissənin son 3 dəqiqəsi. Firoz kaldır, kaldır. Hadi. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Kenara gelip bak. Aynen. 23-cü dəqiqə. Daha bir gün zərbəsi Emirates Baku futbolçularında. Çətinliklə də olsa bir qədər uzaqlaşdırır Enjoy United. Lakin hücuma çıxmağa çətinlik yaranır. Yeniden top Emirates'te. Sonra ise top goalkeeper'de qalır. Zərbə o qədər də təhlükəli alınmadı. Şömeyle Hasan. Qapı pozuntusu var idi mi? Cəlmə zərbəsi Enjoy United. Ömer Stenka. Emir Stenka. Firoz Stenka, Ömer Stenka. 1997'den kalması. Üç nəfərdən ibarət canlı set var. Bu canlı setin bir xeyli üstündən keçdi bu standart vəziyyət və əsas vaxtın sonuncu dəqiqəsinə daxil oluruq. Hesab isə Emirates Baku 4, Enjoy United 0. Enjoy'dan daha bir hücum cəhdi. Qapıya zərbə endirməyə macal tapmadı Enjoy United. Qayd edilsək, Emirates futbolçuları buna imkan vermədilər. Beləliklə ilk hissənin yekunu Enjoy 0, Emirates Baku 4. İkincisi də yenidən hər bir salmırıq. İlk hissənin nəticəsini sizə xatırladaq. Enjoy United 0, Emirates Baku 4. Həll edici hissə.
Bəli, ilk hissədə qətiyyən Enjoy United Emirates'e bir belə qol vura bilmədi. Yalnız bir epizodda qola yaxın oldular. O da standart vəziyyət zamanı qapı dirəyi Emirates Bakunu qoldan xilas etmişdi. Qalan bütün epizodlarda Emirates Baku demək olar maksimum fürsətlərindən yararlandı və ilk hissəni 4-0'lıq nəhəng hesabla qalib gəldi. İndi isə həlledici hissə oynanır. Auto Emirates yox, Enjoy futbolçuları yerinə yetirir. Hər iki tərəf tez qarşılıqlı top tikilər edir. Sonda isə Enjoy'un qalkiperində qalır top, amma hakim oyunu saxladı. Görünür qayda pozuntusu təsbit edilib. Hansı komandanın lehinə? Emirates vuracaqsa təhlükəli olacaq. Elədir ki var, Emirates Baku komandası cərimə zərbəsi yerinə yetirməlidir. Çek biraz, çek. Selim, oyuncunu sen götür, kaptıyor. Davud razının kıyıyla Davud. Kabağında sağla, kabağında. Все, Kerim, değme. Kapçıya değmeyin. Biraz mesafe verin, değme. Helal bas, çık biraz kabağa. Все. Cərimə zərbəsi yerinə yetirildi. Bir de topa geldi. Out Emirates Baku. Buradan vurabilir misin? Ya Yusuf, böyle out mu var ya Allah? Harap böyle out mu var? Dəfə yan xəttən Enjoy United futbolçular top oyunu daxil etməlidir. 28-ci dəqiqə oynanılır. Hələ ikinci hissədə o qədər real hücumlar görməmişik. Hər iki komandanın timsalında bir qədər sakit futbol nümayiş etdirilir. At atabildiğin kadar. Amma cəhdlər var. Yokla solda. Qapıya doğru daha bir zərbə və Enjoy United müdafiəçiləri qarşılaya bildi. İbrahim, sen pasörle kabakta içine verin. Növbəti Auto Emirates. Gel içeri. Kerim. Pas. Bas. Pas. Sağda. Emirates'in daha bir hücumu. Kaputir gola mani olur. Pas ver vursun. Fərq 5'e yüksələ bilərdi. Çox yaxınlaşdı Emirates Baku buna. Sanki bu direkdə nəsə var. İlk hissənin sonlarına yaxın Enjoy United direği nişan almışsa da bu dəfə Emirates eyni qapıya ikinci hissədə qapı tri ilə başladı. 5-ci qola çox yaxınlaşdı Emirates Baku. Görünür cəhdlər davam eləyəcək. Bəlkə də hesab artacaq. Hələ ki bu barədə nəsə demək çətindir. 30-cu dəqiqəyə daxil oluruq. Maçın 5'də 3'ünü arxada qoymuşuq. Yerdə qalan 20 dəqiqə ərzində ən az 4 cavabsız top Enjoy United vurmalıdır Emirates'in qapısına ki meydandan bir xalla ayrıla bilsin. Bu isə mümkünsüz deməzdim, amma çox çətindir. Çox çətindir. Emirates'e qarşı belə bir performans ortaya qoymaq 20 dəqiqədə deyərdim ki mümkünsüz kimi bir şeydir. Yalnız möcüzə məğlubiyyətdən Enjoy United'i xilas edə bilər. Lakin Enjoy'un da bu möcüzəni reallaşdırmaq üçün yaxşı hücum xətti var. Qarışıq bir durumda hal-hazırda Emirates Baku komandası növbəti hücum əmrəsidir. Ötürmə ivana çatmadı və qalkiper topa daxil edəcək. Son 20 dəqiqə bizlər üçün nəfəs kəsici keçəcək. %100. Enjoy hücumu. Zərbəyə imkan vermədilər. Davud Axunzadə topla qalır.
Kobud oyun və cərmə zərbəsi. Emirates Baku komandası növbəti dəfə standart vəziyyət yerinə yetirəcək. Hele bas top kızla bas sol ayağına. Sola. Hələ bas. Görürsən top gəlib, dəyib keçəcək. 5-ci qol bu cərmə zərbəsindən gələ bilərmi? Hər kəsi maraqlandıran sual məhz budur. Əlapas Xaliqli topun arxasında. Emiratesin kapitanı. Gözlər Xalıqzadədə. Qarşısında 2 nəfərdən ibarət canlı set var. Əlapas Xalıqzadə zərbə indirir və gol! Mükəmməl cərmə zərbəsi. Emirates Baku'nun kapitanından gəlir. Əlapas Xalıqzadə fərqi 5'e yüksəltdi. Emirates Baku 5. Enjoy United 0. 5 top fərqli üstünlük Emirates'in qələbə inamını daha da yüksəltdi. Cəmi 18 dəqiqə əsas vaxt qalıb. Əminəm ki, böyük ölçüdə Emirates artıq qələbəni təmin etdi. Növbəti faul qərarı var bu dəfə. Enjoy lehinə verilir. Ayaz, Kerim. Hüseyin, Biraz sola. Çıkar burada. biraz da. Kerim. Hüseyin kal. Zərbə yerinə yetirildi. Davud Axundzadə top oynaması o daxil edəcək. Qədər təhlükəli zona. Zərbəyə imkan vermək olmaz. Müdafiə yenə əla oynayır. Əlapas Xalıqzadə. Bir oyuncudan ustalıqla sıyrıldı. İkinci oyuncudan da sıyrılır. Ötürmə edə biləcəyimi. Dokunuş var idimi? Zənnimcə kün zərbəsi olmalıdır. Amma yox, hakimin qərarı fərqli olur. Gol yoktu Framoy. Yusuf, o başta ne el pasa? Bir el pasa, bir el pasa. Çöncek, geç onu. Geç onu, sen geç onu, geç onu. Bas topu, Yenə Xalıqzadə topladı. çevir içeri, çevir içeri. Ay sağ ol. Zərbə qarşıq ötürmə idimi bu. Daha çox zərbəyə bənzirdi. Hər bir halda qalkiber dəf edə bildi. Təkrar epizodda isə hesab dəyişmədi. Amma olsun, bu hesabda Emirates'i tam şəkildə qane edir. Hüseyin. Ya sola. Hele pas gel, gel yakına. İsteyin gel ha. İsteyin gel. Daha bir out Emirates Baku. At adam tarafa, at adam tarafa. Oyna arkaya. Gel içeri. Aferin, aferin. Top Enjoy futbolçularına keçdi. Enjoy United komandası öz meydanlarından çıxmağa çətinlik çəkir. Yan xətən Enjoy United. Növbəti dəfə fərqlənməyə Emirates futbolçuları yaxın idi. Daha bir cəhd və top toru daxil olur. Hakim mərkəzi göstərir. Çox maraqlı bir gol izlədik. Öncə Yusuf Yazıcı onda alınmasa da, qalki bir imkan verməsə də ardından ötən tur olduğu kimi bu turda Hüseyin Mustafazadə adını gol vuran oyuncular siyasına yazır 20 nömrəli oyuncu. Ötən turda da vurmuşdu gol, bu turda vurdu və hesab artıq 6-0'dır. Son 15 dəqiqəyə 6-0 üstün daxil olur. Emirates Baku. Hoca gireyim mi oyuncu? Enjoy United komandası cərmə zərbəsi yerinə yetirir. Davud Axundzadə üçün belə zərbənin hər hansı bir təhlükəli olacağına inanmırdım, elə də oldu. Emirates'in daha bir hücumu. Bu zonada Emirates'in heç kəs yox idi. Out yerinə yetirəcək Enjoy United.
Hətta top qapı xəttindən meydançanı tərk etdiyinə görə qalkiper özü top oyuna daxil etməlidir. Yine top Emirates futbolçularında. Dalga yine hücum dalgası gösterir Emirates Baku. Kapıya doğru zərbə də var və bu top da tora daxil olur. Fərq etdi, yüksəldi. İnanılmaz. Emirates Baku növbəti dəfə gol vurur. Növbəti dəfə gol vururlar, hesabı böyüdürlər. Golun müəllifi Adəm Quliyev olur, 17 nömrəli oyuncu. Hesab artıq 7-0'dır. Enjoy gərək artıq möcüzəni reallaşdıra. Yerdə qalan 14 dəqiqənin hər 2 dəqiqəsində bir cavabsız top vura, toplam 7 gol vura və artıq bu məsələ heç kəsə inandırıcı deyil. Emirates'i indidən artıq cəmi 36 dəqiqəyə qələbə münasibəti ilə təbrik etmək olarmış. Yenə top Emirates futbolçularında Abbas Xalıqzadə. Uzaqdan qapıya doğru aşırma vuruş və qapı tiri. Deyirəm də bu qapıda nəsə var. Dirəklər, tirlər. Bu dəfə Emirates'in əleyhinə işləyir. Yaxşı zərbə alınmışdı əslində. Aşırma vuruş idi. Bəlkə də turun ən baxımlı qol ola bilərdi. Təəssüf qapı tiri imkan vermədi. Yine top Enjoy futbolçularında. İkinci zərbəsi Enjoy United. Yeniden top Enjoy futbolçularına geçti. Qayda pozunsu qeydə alınır və cərmə zərbəsi Enjoy United. Enjoy hücumu. Zərbə də var qapıya və bu qollardan birini əvəzin çıxır Enjoy United futbolçuları. Hesab 7-1 olur. Qarşılaşmanın 39-cu dəqiqədə qollardan birini əvəzini çıxdı Enjoy United. Emirates Baku 7, Enjoy United 1. Davud, bu ne goldu bırakırsan Davud? Tez başla, vura bak, tez başla vura. Vur! Sık suyu. Daimi, vur onu. Korpus var. Yeniden top Emirates futbolçularına qalır. Küncdən zərbə. Gel bura. Bura kasa. Gel. Qısa türmələrlə yerinə yetirildi epizod. Və indi boşda qalan top. Bu da 8-ci gol. Hesab 8-1 olur. Emirates gollara doymur. Yenə Yusuf Yazıcı səhnədə. 53 nömrəli Wunderkind. Emirates Baku 8, Enjoy United 1.
Maçın isə əsas vaxtının son 10 dəqiqəsi. 10 dəqiqəyə 7 top yenə üstün daxil olur. Emirates futbolçuları. Görünür qolları yenə doymur Emirates. Ardıcıl topu ateşinə tutur Enjoy United'ı. Bu dəfə çətin də olsa goalkeeper topu dəf edə bildi. Yenə Emirates futbolçuları topladı. Adem, ayakkabımı yırt götür. Kapısını yanında bir kere onu götüreceğim. Ayağına pas, vur öz kapımıza. 42-ci dəqiqə. Yenə cərimə zərbəsini Emirates futbolçuları yerinə yetirəcək. Yoxsa yox, hakimin qərarı fərqli olur. Enjoy United topladı. Olsun, yenə də top Emirates futbolçularına keçəcək böyük ehtimal. Hələ ki Enjoy hücumu davam edir. Və Davud Axundzadə. Top oynaması o daxil edir. Tez oyna, Kerim gel, Kerim. Adem. Enjoy isə daha bir cərimə zərbəsi yerinə yetirəcək. Bir qədər təhlükəli nöqtədən. Yusuf, biraz bu tarafa. Biraz daha. Axundzadə. Hələ ki qapısında inamlı. Bu epizod tam bitməyib. Yusuf. Out yerinə yetiriləcək. Top Emirates'də. Firuz. Ay Firuz. Ona ben ata bilmərəm, o olsun. El Abbas. Gel üstüne. Sık Hasan. Sık. Enjoy'un hücumları davam edir. Bak oyna. Git Hasan. Action şansında Emirates futbolçularında ola bilərdi, amma ötürmə səhvi. Hüseyin. Növbəti out. Enjoy United. Başlasında bir out. Top hələ ki meydanda qalır. Emirates futbolçuları hücum əmləsi quracaq, amma yenə qarşıladı müdafiəçilər. Enjoy hücumu. Out Enjoy United. Maçda isə əsas vaxtın son 5 dəqiqəsinə daxil oluruq. Hesab Emirates Baku 8, Enjoy United 1. 3 halın artıq şərtsiz sahibidir. Emirates bu üstünlüyü qətiyyən
Belə bir qısa zamanda əldən verən deyil. Belki de Enjoy bir dəfə də fərqlənə bilər. Belki de Emirates. Ama tam dəqiq olan bir şey varsa, o da Emirates'in 3 xalın sahibi olduğudur. Bu münasibətlə Gökhan Kartalı və Elvin Xudatovu öncədən təbrik edirik. Həqiqətən də son 3 turda ardıcıl 3 qələbə onların hansı dərəcədə usta məşqçilər olduğunu açıq-aşkar bizlərə nümayiş etdirir. Enjoy isə geride qalan dəqiqələr ərzində yenə də qol vurmağa çalışacaq. Artıq 5 dəqiqədən də az bir vaxt qalıb. Son 4 dəqiqə. İkinci zərbəsi yerinə yetirir Enjoy United. Emirates futbolçuları heç rəqibə imkan vermir yaxınlaşmağa. Əvəzində Emirates hücumu başlaya bilərdi. Yenə top etkisi var. Out. Enjoy United. Axunzadə topu təhlükəli zonadan çıxartdı. Qal arxada Elif. Səndə. Hasan. Senin. Yeniden top Emirates futbolçularından. Pas. Karşılıqlı top tikləri var. Əsasən də meydanın sağ cinahında çox hücum izləyirdik bu dəfə. Sol cinahında hücum sayı çoxalıb, daha doğrusu topla rəftar çoxalıb. Hələ ki nəticə isə dəyişilməz olaraq qalır. Emil Dadaşovdan ayaqla ötürmə, qapıya doğru daha bir zərbə və bu zərbə də qeyri-dəqiq. Qalkiper topu oyuna daxil etməlidir. Əsas vaxtın isə son 2 dəqiqəsi. Gəlin bu möhtəşəm hesabı sizlərə bir daha təqdim edim. Enjoy United 1, Emirates Baku 8. Çok büyük üstünlük var hesapta. Sen de bak. Oyna şimdi oyna. Sağ yere. Emirates Baku futbolçuları daha bir altı yerine getirdi. Defesi yankıtan Enjoy United. Esas vaxtın isə sonuncu dəqiqəsi. Elif şarkıya. Ayaz tez. Qıraf eləmə. Elif çal. Az öyle girmişim. Hasan. Enjoy United'ın hücumu. Maçta artık son saniyeler. Nöbət altı Enjoy. Daha bir gol vurmaya yaxın idi Enjoy United. Alınmadı. Bu ise maçta son epizod oldu. Parlak qələbə Emirates Baku'dan. Emirates Baku 8, Enjoy United 1. 3 xal Emirates Baku klubuna getdi. Hər iki tərəf göz önündə təşəkkür edirik. Yenidən görüşənə dək hələlik.